Salam dəyərli dostlar, xoş gördük sizləri. Mən Elton Abuşov. MİQ imtahanına çox az vaxt qalıbdı və bu az vaxtda sizin üçün faydalı olacaq kiçik bir video çəkmək qərarına gəldim. Adətən biz ədəbiyyatda əsərləri keçən zaman orada məzmun oxşarlığı haqqında tez-tez danışırıq. Məsələn, ana dili məsələsinə hansı əsərlərdə toxunulubdur və yaxud da Şimali-Cənublu Azərbaycan bütövlüyü məsələsi hansı əsərlərdə öz əksini tapıbdır. Mütəmadi bu haqda məlumat verir. Hər əsəri keçdikcə, təhlil etdikcə və yaxud da sizdən sual cavab etdikcə bu oxşarlıqlara nəzər yetiririk. Amma forma oxşarlıqlarına, yəni mövcud olan şeylərin forma oxşarlıqları haqqında geniş şəkildə bir məlumat vermirik biz. Və yaxud da məlumat veririk, amma sorğu-sualda bəzən çətinliklər çəkirlər müdavimlər. Ki, ay müəllim, biz gedəcəyik orada şeiri əzbərləyəcəyik, orada yadımıza salacaq, qafiyəni tapacaq və yaxud da oradakı misralardakı hecaların sayını tapacaq. Bu tipli cavablar vermiş olurlar, amma orada o həyəcanda həmin bəndlər yada düşəcəkmi? Bunun özü də bir ehtimaldır. Buna görə şeirlərin forma xüsusiyyətlərinə əsasən bəzi oxşarlıqlara diqqət edəcəyik bu günləri. Qafiyə quruluşlarından başlayaq. Ümumiyyətlə 11-ci sinif ədəbiyyat test toplusunda, sinif test toplusunda bir Elton Abuşovun o mükəmməl Hüseyn Cavid üzrə test toplusu var ki, həmin test toplusunda belə bir qafiyə quruluşuna rast gəlirik sxem formasında. Bəzən bunu bilsələr də yoldaşlarımız yazmır. Ay müəllim, bu nə qafiyə quruluşudur? Belə qafiyə quruluşu olur deyirlər. Əslində çox asan qafiyə quruluşudur. Nəyi göstərir? Burada yəni 3 misra bir-birindən həm qafiyədir bu formada. Burada 2 misra bir-birindən həm qafiyədir. Məsələn, A, B formasında qafiyələnib və yaxud da belə ola bilər. Yəni şeir 4 misradan ibarət ola bilər, belə ola bilər. Burada qafiyə quruluşu A, deməli B formasında qafiyələnə bilər və yaxud da belə ola bilər. Belə ola bilər. Burada da şeirin qafiyə quruluşu hamısı bir-birindən həm qafiyə olacaq. Bütün misralar bir-birindən həm qafiyə olacaq. Yəni burada qeyri-adi, fantastik bir şey yoxdur. Hərflə yazmırlar, B formasında yazmırlar. Bu qrafik formada verirlər. Bu bizi çaşdırmamalıdır, yadımızda saxlayaq. Bundan sonra keçək ikinci məsələmizə. Burada şeirlərdə qafiyə quruluşu, yəni keçdiyimiz şeylər MİQ və çərçivə proqramına və yaxud da Dövlət İmtahan Mərkəzinin abituriyent proqramına düşən şeirlər var ki, onlarda mövcud olan qafiyə quruluşlarında eyniyyətlərə baxaq. Görək hansı şeirlərdə qafiyə quruluşları eyniyyət təşkil edir. İlk öncə Dövlət İmtahan Mərkəzinin testində də biz buna rast gəlirik. Nəzəriyyə bölməsində Əlağa Kürçaylının Qaranquş şeiri və Cəfər Cabbarlının Ana şeiri. Bunların qafiyə quruluşunda oxşarlıq var. Hər ikisinin qafiyə quruluşu A, B, C, B formasında qafiyələnibdir. Yəni burada misralarla versək, diqqət eləyin. Deməli, C yazaq bunu. İkinci və dördüncü misralar 1, 2, 3, 4 bir-birindən həm qafiyə olacaqdır. Bunun qafiyə quruluşunu sxem formasında vermiş olsa belə olacaqdır. A. Sonra bunu belə qoyaq. 4 dənə qoyaq. Bunlar eyni, bu ayrı olacaqdır. Bax, bu formada da biz bu sxemlə müəyyənləşdirə bilərik. Deməli, Əlağa Kürçaylının Qaranquş şeiri Cəfər Cabbarlının Ana şeirində qafiyə quruluşu A, B, C, B, yəni ikinci və dördüncü misralar həm qafiyə olur, birinci və üçüncü misralar sərbəst olacaqdır. Bu arada nəzərinizə çatdırım ki, Cəfər Cabbarlının Ana şeirinin dördüncü bəndi qafiyəsizdir. Orada qafiyə quruluşundan demək olar ki, istifadə olunmayıbdır. Davam eləyək qafiyə quruluşlarından ən çox düşən və müdavimlər ən çox çaşdıran bəzi məqamlar var burada. Yəni, ikinci xüsusiyyətə baxsaq burada. Gəlin bunu 2 eləyək, B eləməyək.
İkinci şeirlərə keçək. Burada Səməd Vurğunun Azərbaycan şeiri. Səməd Vurğunun Azərbaycan şeiri. Daha sonra Almaz Yıldırımın Əsr Azərbaycanım şeiri. Əsr Azərbaycanın şeiri. Daha sonra Süleyman Rüstəmin. Bu formada yazacağım dostlar. Sırrı bu formada çox vaxtımız getməsin deyənə. Sonradan deməsinlər ki, müəllim şairləri təhqir eləyibdi. Ad soyadı ikisini də baş hərfinə veribdi. Sadəcə vaxtımız getməsin deyənə. Burada onsuz da bu video öyrədici məqsəd daşıyır. Süleyman Rüstəmin Təbrizim şeiri. Daha sonra deməli Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya salam. Heydər Babaya salam şeiri. Yəni şeir deməyək, buna poema deyək. Heydər Babaya salam poeması və Hikmət Ziyanın bu əvvəllər MİQ çərçivəsində var idi. Amma sonradan MİQ çərçivəsindən çıxarıldı. Abituriyentlərin o deməli DİM-in abituriyent proqramında mövcud, yəni qaldı. Amma nədənsə bizə yazığı gəldimi bu MİQ çərçivəsi hazırlayanların, yoxsa hansı səbəbdən Qarabağda şeirini sonradan MİQ çərçivədən çıxartdılar. Qarabağda şeiri Hikmət Ziyanın. Bunların qafiyə quruluşu dostlar. Yəni burada 5 şeir verdik. 1, 2, 3, 4, 5. 5 əsər verdik. Bunların içərisində Heydər Babaya salam poema, qalanları isə şeir olacaqdı. Bunlar da qafiyə quruluşu A, B, B. C, D formasında qafiyələnəcəkdir. Yəni, hər sxemlə ifadə etsək biz bunları. Gördünüz, artıq sxemi tamamilə anlamış oldunuz. Deməli, bunların qafiyə quruluşunda hər bənddə ilk 3 misra öz arasında, sonuncu 2 misra öz arasında. İlk 3 misra öz arasında, sonuncu 2 misra öz arasında bu formada həmqafiyə olmuş olacaqdır. Nəzərinizə çatdırım ki, dostlar, burada bir maraqlı məqam var. Mirzə Ələkbər Sabirin Əkinçi şeiri var ki, orada da misralardan 3'ü öz arasında, ikisi öz arasında həmqafiyə olur. Amma dediyimiz bu Azərbaycan, Əsr Azərbaycanım, Təbrizim, Heydər Babaya salam və Qarabağda şeirlərindən bəzi incə məqam var ki, onu ayırır. Yəni bunların qafiyə quruluşu bir-birindən həm eyniyyət təşkil edir, həm də eyniyyət təşkil etmir. Hansı məqama görə biz bunu müəyyənləşdiririk? Bax, Əkinçi şeirində qafiyə quruluşu A. Deməli, bir dəqiqə burada bir rəngi dəyişək. Deməli, C. Yenidən qayıdaq öz rəngimizə. B yazaq burada. C yazaq. Sıxıntı yoxdur. Silməyimin səbəbi dostlar çaşacaqdır bəzi müdavimlər. Ona görə silirəm bunu. A, B. Sonra yenidən təkrarlayırıq biz onu. Deməli, C. Əsas məqam buradadır. Deməli, B. Diqqət edirsinizsə dostlar, deməli, Əkinçi şeirində ilk 3 misra öz arasında həmqafiyə olur. Digər 5 əsərdə də eyni ilə ilk 3 misra öz arasında həmqafiyə idi. Burada bir sıxıntı yoxdur. Amma bu saydığımız 5 əsərdə sonuncu 2 misra öz arasında həmqafiyə olur və hər bənddə bu həmqafiyələr dəyişir. Amma Əkinçi şeirində ilk 3 misra öz arasında, bütün bəndlərdə ilk 3 misra öz arasında və son 2 misrada bütün bəndlərdə eyni qafiyə olacaqdır. B. Amma burada fikir verirsiniz, A, B, C, D. Burada A, B, C, D. Yenə də əlavə etsək, məsələn, Ç,
yenə də B olacaqdı. Yəni əkinçi şeirində deməli son 2 misra bütün bəndlərdə bir-birindən həmqafiyə olacaqdı, amma saydığımız o Azərbaycan, Əsr Azərbaycan, Təbrizim, Heydər Babaysalan və Qarabağda şeirində isə son 2 misra bir-birindən həmqafiyə olur, amma bütün bəndlərdə bu həmqafiyəyə rast gəlmirik, yadımızda saxlayırıq. Qarabağda şeirinə bir haşiyə çıxın burada. Qarabağda şeirin 5-ci bəndi 6 misradan ibarətdir. 6 misradan ibarət olanda da onun qafiyə quruluşu A, 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 B, B formasında qafiyələnmiş olacaqdır. Yadımızda saxlayırıq. Bu incə məqamı düşünürəm ki, yadınızda saxlayacaqsınız və unutmayacaqsınız. Davam eləyək 3-cü, deməli, İstiqlal Marşı şeiri var. İstiqlal Marşı Məmməd Akif Ərsoyun İstiqlal Marşı şeiri var. Türkiyənin himnidir. Bu MİQ və sertifikasiya proqramında var, çərçivə proqramında var, amma abituriyentlərdə yoxdur. Məmməd Akif Ərsoyun İstiqlal Marşı şeirində biz bilirik ki, əsasən bəndlərdə 4 misradan ibarətdir və misraların hamısında bir-birinə həmqafiyə olacaqdır. A, A, A bu formada, B, 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 B. Yəni 4 misradan ibarətdir. Bütün misralardakı misralar bir-birinə həmqafiyə olacaqdır. Bütün bəndlərdəki misralar bir-birinə yox. Bütün deməli bir bənddə bütün misralar bir-birindən həmqafiyə olmuş olacaqdır. Burada bir haşiyə çıxar ki, İstiqlal Marşı əsərinin sonuncu bəndində 5 misradan istifadə olunubdur və o sonuncu bənddə qafiyə quruluşu deməli A, 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 B, A formasında. Yəni birinci, ikinci, üçüncü və 5-ci misra həmqafiyə, 4-cü misra isə burada sərbəst olacaqdır. Yadımızda saxlayırıq. Deməli, bu Məmməd Akif Ərsoyun İstiqlal Marşı şeirinin qafiyə quruluşudur və keçdiyimiz şeirlərdə bu qafiyə quruluşuna eyniyyət təşkil edən hər hansı bir qafiyə şeir yoxdur. Davam eləsək, 4-cü çarpaz qafiyələnən şeirlərə baxaq. Bəxtiyar Vahabzadənin İstiqlal poeması. Fikrət Qocanın deməli Şuşa şeiri. Deməli Məmməd Arazın Azərbaycan Dünyam Mənim. Və Əsgər Məktubu şeiri. Deməli, Bəxtiyar Vahabzadənin İstiqlal, Fikrət Qocanın Şuşa, Məmməd Arazın Azərbaycan Dünyam Mənim və Əsgər Məktubu şeirlərində çarpaz qafiyədən istifadə olunubdur. A, B, C, B formasındadır. Hər bəndi 4 misra, AB formasındadır. Hər bəndi 4 misradan ibarətdir və bəndlərində biz çarpaz qafiyəni şahidi oluruq. Fikirləyin burada, bunların sxemlə versə, qafiyə quruluşu bu formada olacaqdır. Yəni, birinci və üçüncü misralar, ikinci və dördüncü misralar bir-birindən həmqafiyə olacaqdır, bir-birindən qafiyə təşkil edəcəkdir, yadımızda saxlayırıq. Davam eləyək növbəti şeirlərimizlə. Məsnəvi formasında qafiyələnən, məsnəvi olmayan şeirlərimiz var. Məsnəvi formasında, yəni ikili formasında qafiyələnəcəkdir. Bu şeirlərimiz Mikail Müşfiqün Yağış Yağarkən şeiridir. Yağış Yağarkən şeiridir. Sonra İvan Krılovun Ağac təmsili. Daha sonra Mir Mehdi Seyidzadənin deməli Əqrəb və Çanaqlı Bağa. Deməli Əqrəb və Çanaqlı Bağa. Daha sonra Seyid Əzim Şirvaninin deməli Qafqaz müsəlmanlarına xitab.
Qafqaz müsəlmanlarına xitab şeiri. Bax, bu şeirlər, keçirik bunları. Aşağı siniflərdə əsasən keçdiyimiz şeirlərdir. Bu şeirlərdə qafiyə quruluşu ikili formasındadır. AA, BB, CC, yəni məsnəvi formasına qafiyə eləməyə rast gələcəkdir, yadımızda saxlayırıq. Daha sonra qoşma kimi qafiyələnən şeirlərimiz var. Buna bəzi ədəbiyyatşünaslar qoşma deyir, bəziləri qoşma demir. Mikail Müşfiqin deməli Həyat sevgisi şeiri, qafiyə quruluşu, bir də Əhməd Cavadın Azərbaycan bayrağına şeiri. Azərbaycan bayrağına şeirin qafiyə quruluşu bildiyimiz kimi əsasən qoşma kimidir. Burada bir məqam var, onu deyəcəm. Yəni A, B, C, B formasına qafiyələnib, digərlərində C, 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 B, yəni ikinci və dördüncü misra bir-birinə həm qafiyədir. Digərlərində isə deməli 3 misra öz arasında, bir misra isə sonuncu misra isə birinci bəndin ikinci və dördüncü misralarla həm qafiyədir. Bir dənə burada həyat sevgisini haşiyə çıxar ki, orada ilk bənddə həyat sevgisinə qafiyə quruluşu A, B formasındadır. Qalan bəndlər Əhməd Cavadın Azərbaycan bayrağı şeirinə eynidir. Amma bir dənə ilk bəndi Əhməd Cavadın Azərbaycan bayrağının şeirinin ilk bəndi ilə eyniyyət təşkil eləməyəcəkdir. Orada birinci misra ilə üçüncü misra, ikinci misra ilə dördüncü misra bir-biri ilə həm qafiyə olacaqdır. Bununla yanaşı bizim aşağı siniflərdə və 10-cu sinifdə keçdiyimiz deməli dağlar, birinci və ikinci dağlar qoşması, Badisaba mənim dərdi dilimi, Durnalar qoşması və Pəri qoşmasına Hayf ki yoxdur qoşması. Bilirik ki, qoşma janrındadır. Onların da qafiyə quruluşu dediyimiz bu formada olacaqdır. Yadımızda saxlayırıq. Qafiyə quruluşlarından mövcud olan şeylərdə qafiyə quruluşlarından, yəni konkret olan qafiyə quruluşlarından danışdıq. İndi ədəbiyyatda vacib olan forma xüsusiyyətlərinə bağlı olan, vacib olan bəzi başqa məsələlərə baxaq. Biz bilirik ki, bəzi şeirlərimizdə rədif var. Adətən sual-cavab eləyəndə də dərslərimizdə belə sual verirəm ki, hansı şeirdə rədif var, amma o şeir nə ilk misraya əsasən adlandırılıb, nə də rədifə əsasən adlandırılıbdır. İndi bunun izahını mən sizə verim ki, bu hansı şeirlərdir. Deməli, Əhməd Cavadın Azərbaycan bayrağına şeirində Azərbaycan bayrağına şeirində, sonra Məhəmməd Hüseyn Şəhriyarın Türkün dili şeirində və Mikail Müşfiqin Həyat sevgisi şeiri. Bu şeirlərdə rədifdən istifadə olunubdur. Əhməd Cavadın Azərbaycan bayrağına şeirində deməli rədifimiz olacaqdır bayrağım. Türkün dilində rədif olacaqdır olmaz. Və Mikail Müşfiqin Həyat sevgisində necə əl çəkim. Deməli, gördüyümüz kimi bu üç şeirdə rədif olsa da nə rədifə əsasən adlandırılıbdır, nə də ilk misraya əsasən adlandırılıbdır. Azərbaycan bayrağına, baxmayaraq ki, bayrağım rədifi var, Türkün dili və həyat sevgisi. Bunlar rədif olsa da biz bilirik ki, şeirlərdə, əsasən də klassik şeirlərdə heca vəznində yazılan və yaxud ərz vəznində yazılan şifahi xalq ədəbiyyatı nümunələrində, qoşmalarda və digər şeirlərdə nəzər salsaq, orada şeirlərin adlandırılması ya ilk misraya əsasən adlandırılır, ya da deməli rədifə əsasən adlandırılır. Bu şeirlərdə ilk misra da var, rədif də var, amma nə ilk misraya əsasən adlandırılıb, nə də rədif əsasən adlandırılıb. Azərbaycan bayrağına Türkün dili və həyat sevgisi formasında adlandırılıbdır. Yadımızda saxlayırıq. Daha sonra
davam eləyək. Bunların içərisində bir dənə Qasım bəy Zakirin, yəni bunların içərisində yox, əlavə olaraq bir dənə Qasım bəy Zakirin Badi Sabah mənim dərdi dilimi şeiridir. Badi Sabah mənim dərdi dilimi. Aha, bu şeirdir. Qasım bəy Zakirin. Bu şeirdə rədif olsa da ilk misraya əsasən adlandırılıbdır. Digər şeirlərimiz, qoşmalarımızda Fəridi Hayf ki yoxdur, durnalardır. Dağlar qoşmasıdır. Bunlar rədif əsasına adlandırılan şeirlərdir. Bir də bizim Mirzə Ələkbər Sabirin 8-ci sinifdə səhv eləmirəmsə keçdiyimiz Əkinçi satirası var ki, o da rədif əsasında adlandırılmış şeir olacaqdır. Yadımızda saxlayırıq. Daha sonra dostlar, bəzi şeylərimiz var ki, onlarda təkrarlanan misralar var. Həmin o təkrarlanan misralara baxaq. Məhəmməd Akif Ərsoyun İstiqlal Marşı şeirində ikinci və sonuncu bəndin son misrası, ikinci və sonuncu bəndin son misrası eyni olacaqdır. Haqqıdır, haqqa tapan millətimin istiqlal. Haqqıdır, haqqa tapan demək, millətimin istiqlal. Nəsə, istiqlal bu formada. Deməli, Məhəmməd Akif Ərsoyun ikinci və sonuncu bəndinin son misrası haqqıdır, haqqa tapan millətimin istiqlal formasında təkrarlanacaqdır. Yadımızda saxlayırıq. Bunu A ilə qeyd edək. Daha sonra digər şeirimizə keçək. Məhəmməd Hadinin Türkün nəğməsi şeiri var ki, Türkün nəğməsi. Həmin bu Türkün nəğməsi şeirində Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbs edərmi? Demək, Türkün tökülən qanı bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbs edərmi? 3 müxtəlif yerdə şeirin əvvəlində, ortasında və sonunda təkrarlanmış olacaqdır bu şeiri. Burada bir haşiyə çıxım ki, Türkün nəğməsi şeirində rədifdən istifadə olunmayıb dostlar. Bəzən burada, bəzi məqamlarda rədif götürürlər bunu. Rədifdən istifadə olunmayıb. Daha sonra Mikail Müşfiqin Yağış Yağarkən şeirində Yağış Yağarkən şeirində yağış yağır, rəqs eləyir gür damlalar, sıra-sıra incə-incə nur damlalar. Şeirin həm əvvəlində, həm də sonunda təkrarlanır. Şeirin həm əvvəlində, həm də sonunda təkrarlanmış olur. Yağış yağır, rəqs eləyir gür damlalar, sıra-sıra incə-incə nur damlalar misrası şeirin həm əvvəlində, həm sonunda təkrarlanacaqdır. Yadımızda saxlayırıq. Daha sonra davam etsək, yenə də təkrarlanan şeirlərə baxsaq, Süleyman Rüstəmin Təbrizim şeirində baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, gözəl Təbrizim. Həmin bu iki misra şeirin həm əvvəlində, həm sonunda təkrarlanmış olacaqdır. Deməli, bundan əvvəl dediyimiz kimi yağış yağarkən şeirində də yağış yağır, rəqs eləyir gür damlalar, sıra-sıra incə-incə nur damlalar. Şeirin həm əvvəlində, həm sonunda. Eyni ilə Süleyman Rüstəmin Təbrizim şeirində də baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, gözəl Təbrizim. Şeirin həm əvvəlində, həm sonunda təkrarlanmış olacaqdır. Sonra davam etsək, deməli F variantından davam etsək dostlar. Mən Cabir Novruzun mən bizim anaları, deməli mən bizim anaları, bizim
anaları günəşlə tən tuturam şeiri var ki, mən bizim analar günəşlə tən tuturam şeirində ilk bəndinə sonuncu bəndi demək olar ki, təkrarlanmış olacaqdır. Mən bizim analar günəşlə tən tuturam, onlara gül çələngi məhəbbətdən tuturam. Əlvan qövsü quzeydən min cür rəng istəyirəm. Onlardan onlara od verirəm ürəyimin odundan. Övladların adından, oğulların adından əyilməz analar əyilmək istəyirəm. Bu bənd demək olar ki, həm birinci, həm də sonuncu bənd olaraq birinci və sonuncu bənd eyniyyət təşkil etmiş olacaqdır. Bir dənə burada birinci və sonuncu bəndin 5-ci misrası var ki, 5-ci misrasında bir dəyişiklik olacaqdır. Birinci bənddə 5-ci misrada birinci bənddə deməli ifadə olunacaq ki, övladların adından, oğulların adından, övladların adından, oğulların adından. Burada yazmaq çox çətindir dostlar. Biraz da xəttimiz o qədər yaxşı deyil. Düşünürəm ki, oxuya biləcəksiniz. Övladların adına, oğulların adından da son bənddə isə 5-ci misrada əslimizin adından, nəslimizin adından. Əslimizin adından, nəslimizin adından. Əyilməz analar əyilmək istəyirəm. Deməli, bənd tamamilə eynidir. Sadəcə sonuncu bənddə və birinci bəndin 5-ci misrası ilə sonuncu bəndin 5-ci misrasında övladların adına, oğulların adından, eyni ilə əslimizin adından, nəslimizin adından deyə deməli fərqlilik olacaqdır. Qalan bütün bəndlərdə demək olar ki, eyniyyət olacaq, yadımızdan saxlayırıq. Məmməd Arazın Azərbaycan Dünya mənim şeirində Məmməd Araz Azərbaycan Dünyam mənim. Dünyam mənim şeirində dostlar, Azərbaycan Dünyam mənim şeirində deməli ikinci bəndin ikinci və sonuncu bəndin üçüncü misrası eyniyyət təşkil edir. Azərbaycan deyəndə ayağa dur ki, Azərbaycan deyəndə ayağa dur ki, bu formada təkrarlanmış olacaq. Deməli, ikinci və sonuncu bəndin üçüncü misrasında eyni misra təkrarlanacaq. Azərbaycan deyəndə ayağa dur ki, bu formada təkrarlanmış olacaqdır. Yadımızda saxlayırıq. Daha sonra davam etsək, burada təkrarlanmalardan düşünürəm ki, şeirlərimizdə bunlardır. Bundan sonra yoxdur. Daha sonra hecaların sayında. Bütün bəndlərdə hecaların sayı eynidir. Amma bəzi şeirlər var ki, onlarda bəzi bəndlərdə hecalarda bir əksiklik var. Bunu izah eləyəndə demişik. Fikrət Qocanın deməli Şuşa şeiri var ki, Şuşa şeirinin ikinci bəndinin demək üçüncü misrası və beşinci bəndinin üçüncü misrası. Fikrət Qocanın Şuşa şeiri ümumiyyətlə çarpaz qafiyə əsasında qafiyələnir və hər bəndində 4 misradan ibarət olan bir şeirdir. Hər misrası 11 hecadan ibarət olan şeir olacaqdır. Burada ikinci bəndin 3-cü misrası və 5-ci bəndin 3-cü misrasında isə 11 heca yox, 10 heca olacaqdır. Çay da əsrlərin dibindən axır. Çay da əsrlərin dibindən axır. Bura baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 da nədir? 5-ci bəndin 3-cü misrasında qayalar sehirli qapılar kimi. Qayalar
Sehirli qapılar kimi. Bir, iki, üç, dört, beş, altı, yedi, qapılar 8, 9, 10. 10 dənə misradan ibarət olacaqdır. Burada şeiri izah edəndə demişdik ki, baxmayaraq ki, yazılışda 10 misra nədir? 10 hecadan ibarət olacaqdır. 10 hecadan ibarətdir, amma biz tələffüz edəndə bunu 11 kimi tələffüz edirik. Çayda əsrlərin, əsrdə burada i-ni artırırıq. Sehir sözündə də yenə i-ni burada tələffüzdə artırırıq. Yenə də 11 hecalı kimi müəyyənləşdiriləcək. Bir də Aşıq Ələsgərin ikinci, yəni Bədbin Ruhda yazılmış dağlar qoşması var ki, Aşıq Ələsgərin dağlarında, ikinci dağlarında. İkinci bəndin ikinci misrasında misraların sayında azlıq var. Dərdmətlər görsə tez bağrı çatlar. O qoşmadır. 11 deməli hecadan ibarət olduğu halda ikinci bəndin ikinci misrası 10 hecadan ibarət olacaqdır dostlar. Yadımızda saxlayırıq. Bax, bu şeirlərdəki bəzi oxşarlıqlardır. Bir haşiyə də çıxım. Burada Xəlil Rza Ulutürkün Qaytar mənim qüdrətim Azərbaycan şeiri var. Xəlil Rza Ulutürk. Onun Qaytar mənim qüdrətim Azərbaycan şeiri var. Qaytar mənim qüdrətimi Azərbaycan şeiri var. Deməli, bu şeirdə 6 və 7 misradan ibarət olan bəndlər var. 6 misradan ibarət olan bəndlərdə qafiyə quruluşu ilk 4 misra öz arasında həm qafiyə olur, digər 2 misra öz arasında. 7 misradan ibarət olanda ilk deməli 5 misra öz arasında, digəri yenə də 2 misra öz arasında. Yəni A formasına verməyək, başqa hərfləri seçək. C, sonra C formasına qafiyələnəcəkdir. Yadımızda saxlayırıq. Deməli, 6 misradan ibarət olarsa ilk 4 öz arasında, ikisi öz arasında. 7 misradan ibarət olsa ilk 5 öz arasında, ikisi öz arasında həm qafiyə olacaqdır. Yadımızda saxlayırıq. Sonra Güşqıl, orada bizim 10-cu sinifdə şeirlərimizdən birində qaldı. Güşqıl şeirində deməli, müxəmməs olduğu üçün orada qafiyə quruluşu ilk bənddə bütün misralar bir-birindən həm qafiyədir, digər bəndlərdə də müxəmməsdə olduğu kimi 4-ü öz arasında, biri ilk bəndin ilk misraları ilə həm qafiyə olacaqdır. Yadımızda saxlayırıq. Bu imtahan qabağı sizə kömək məqsədi ilə çəkilmiş bir video idi dostlar. Düşünürəm ki, faydalı oldu. Faydalı oldusa kanalıma abunə olub, videoya rəy yazıb bəyənməyi unutmayın. Videonu paylaşın ki, çox adam yararlanmış olsun. Özünüzə yaxşı baxın, salamat qalın, sağ olun.